TikTokda söz yazıb ki, xarı bülbül deyəndə nə başa düşürsən? Zəfəranın vətəni İspaniyadır. İspaniyada zəfəran yığılan sonra zəfəran bayramı keçirilir. Ən bahalı zəfəran İspaniya zəfəranıdır. Sonra gəlir İran, Respublikanın ən bahalı məhsulu olan, ən belə qiymətli məhsulu olan dünya üzərində də zəfəran əkib yetişdiririk. Bu vaxtı ilə bunu hamısı deyir ki, bilgəh zəfəranı, bilgəh zəfəranı. Ancaq bunun əsli bütün Abşeron zəfəranıdır. 30-cu illərdə zəfəranı kontrabanda elan eləmişlər. Bütün həyətlərdən, bütün Bakı kəndlərin hamısından o zəfəranları yığıb aparıb bilgəhdə əkmişdilər. Orada badam ağaclarının arasında. O ad qalıb bilgəh zəfəranı. Mən yadıma gəlir ki, 60-cı illərdə Kommunist qəzetində bilgəh zəfəranı haqqında belə yazırdı ki, safxozda ilin planı 101 kiloqramdır qurudulmuş zəfəran teli. Bunu bilirdim beləcə. Sonra öz əyitimizdə əkirdik zəfəranı. Onu da bizə məşhur bir alim, professor vardı. Bu Qara Qarayev, bəstəkar Qara Qarayevin qohumlarından Abdullah Qarayev. Vaxtı ilə universitetin rektoru işləyib, təhsil naziri işləyib, sonra fiziologiya institutunun direktoru olub. O atama bir ovuc zəfəranın soğanını vermişdi. Demişdi, apar ək, bu qiymətli bir şeydir. Bizim həyəti basmışdı o zəfəran. Hara gedirdim, pul əvəzinə, padarka əvəzinə o zəfərandan aparırdım. İndi biz onu yetişdiririk, əkirik. Bəs nə üçün bilgəh? Nə üçün bilgəh? Onu aparıran yalnız bilgəhdə olur. Ancaq vaxtı ilə şahanlıların, mərdikanlıların zəfəran bağçaları olub ayrıca. Məsələn, biz şahanlıların mən eşitdiyimə görə bir neçə yerdə torpaq sahəsi olub, taxıl zəmisi olub, bağ yeri olub, çöl bağı olub, zəfəran bağı olub, bostanları olub. Yəni, hər bir şahanlının 3-4 yerdə torpağı olub. O zəfəranlar hamısı yığıb aparıb əkiblər orada. Mənim babam danışırdı ki, onu biz düzəldirdik, yığırmış da qədim vaxtı, belə deyək, inqilabdan əvvəl. Bizə belə külçək halına salırmış da, onu aparmışlar, şəhərdə verirmişlər, yerini harada satırmışlar və bütün qış azuqəsini alıb gətirmişlər. Düyüsü, sabunu, unu, nə bilim, şəkəri, paltarı, onu ilə alırmışlar. Yəni, o da qiymətli bir şeydir o. Yəni, zəfəran. İndi o bütün kəndlərdə yayılıb, Zirədə də var, hər yerdə əkirlər. Zirədə bir cavan qız dedi ki, mən zəfəran plantasiyası yaradıram. Belə. Yəni, hamısı deyir bilgəh zəfəranı. Artıq adama pis dərsi ki, bu bütün Abşerona. Zəfəranın vətəni, bilmirəm, bilirsiniz, İspaniyadır. İspaniyada zəfəran yığılan sonra zəfəran bayramı keçirilir. Ki, bunu bayram edilir. Çox qiymətli bir bitkidir. Sonra ən bahalı zəfəran İspaniya zəfəranıdır. Sonra gəlir İran, sonra gəlir biz, sonra Türkiyədə də var. Türkiyədə hətta dekabrda görsən qarın içindən o gülü yığırlar. Mən bir dəfə bizim Qax rayonunda uzaq bir dağ kənddir. Orada meşədə yabanı zəfəran gördüm. Hələ точно eyni ilə bizim zəfəran kimi. Yəni leçeyi 3 dənə, içində 3 qırmızı, 3 sarısı, hatta biraz solğun rəngdə. Zəfəran bitir. Demək, ümumiyyətlə bizim Azərbaycan torpağı doğrudan da çox münbit torpaqdır. İndi kim nə deyir desin, çox münbit torpaq. Nə əkirsən, keçən dəfə bir dənə TikTokda söz yazıb ki, xarı bülbül deyəndə nə başa düşürsən? Mən yalnız xarı bülbül deyəndə Şuşa gəlir nəzərimə. Düzdür, biz başqa rayonlarda o xarı bülbülə rast gəlmişəm. Ancaq adı elə xarı bülbül deyəndə elə biləm Şuşadır. Başqa şeydir. İndi qismət olmayım mənə Şuşa getmək. İndi haçansa imkan olsa gedəcəyəm.